Dostum, hara baxırsan bax, özündən başqa bir şey görmürsən. Bu mənası o deməkdir ki, güzüyə baxırsan, özü görürsən. Əslində sənin gördüyün sənlə başqasının sənin gördüyü sən eynidirmi? Bəzən biri səni gözəl bir insan kimi görə bilər, bəzən biri səni düşməni kimi görə bilər. Bəzən biri səndən xoş bir enerji ala bilər, başqa birisi səndən negativ enerji ala bilər. Yəni əslində hər bir kəs öz içində yaratdığı sistemdən başqa bir şey görmür. O səni xoşlayan, səni bəyənməyən insanlar da belə məsələlər yenə də özləri ilə bağlıdır. Onlar da içində bir sistem yaradıblar. O sistem o filtr əsasında dünyanı görə bilirlər. Dostum, bu niyə bu qədər önəmlidir? Gördüyün hər bir məsələ içində varsa, sən ona bir məna verə bilirsən. Məsələn, belə bir şey deyək də, bir ustadır, girib evə, o da bir divara baxır, bir otağa baxır. Ustanın gördüyünlə sən gördüyün arasında böyük bir fərq vardır. Sən sadəcə adi bir otaq görəcəksən, amma usta orada nə görəcək? Usta orada millimetrdə olsa divarın əyərliyini görəcək. Sən istəsən də onu görə bilməyəsən. Niyə? Çünki onunla bağlı içində heç bir sistem yoxdur, heç bir təcrübə yoxdur. Bilsən nə yox ki, yemədiyin yeməyin dadını bilə bilərsənmi? Görmədiyin rəngi təsəvvür edə bilərsənmi? Xeyr, çünki onunla bağlı içində sistem yoxdur. İstəsən də, cəhd eləsən də belə, heç bilməyəcəksən o bir şey var, yoxsa yoxdur. Dostum, bu nəyə görə deyirəm? Əgər bir şey səni qıcıq verirsə, bir şey səni əsəbləşdirirsə və yaxud bir adamın enerjisi pissə və yaxud bir yerə getmirsən, deyirsən ki, buranın atmosferi yaxşıdır. Bil ki, oranın, o adamla deyil məsələ. Məsələ yenə də sənin özünlə bağlıdır. Özündəki sistemi dəyişsən, onların heç birini elə görməyəsən, tamamilə ayrı bir şey görürsən. Sadəcə müəyyən bir mənalar yükləmisən. Emosional yüklənmiş mənalı bir şeylər təbii ki, səndə narahatlıq yarada bilər. Ancaq sən onların fərqinə varsın və öyrənsən ki, bu sistemlər səndə nə zamandan yanıb və onları şuurlu şəkildə bir daha onlarla üzlərsən, həmin şeylə heç biri səni narahat etməyəcək. Nə həmin adam səni narahat edəcək, qıcıq verəcək, nə də həmin məkan ki, deyirdin ki, buranın atmosferi pisdir. Bəzən bu xoşlamadığın insanlar kimlər ola bilər? Sənin elə ən yaxınların ola bilər, ən doğmaların ola bilər, hətta sənin valideynin, övladın, həyat yoldaşının, sevgilin ola bilər. Deyirsən ki, mən valideynlə danışa bilmirəm, əsəb verir mənə və yaxud digərlərindən, o cümlədən məsələ yenə də onlarla bağlı deyil. Məsələ sən özünlə bağlıdır. Özü dəyişəndən sonra onları dəyişməyə ehtiyac yoxdur. Bəlkə çox eşitmişik, deyirlər ki, özü dəyiş, dünyanı dəyişəsin. Bəzən də insanlar deyirlər ki, yaxşı, mən dəyişdim, axı o dəyişilməyəcək. Sən dəyişəndən sonra artıq başqa bir mənzərə görəcəksən. Burada mən nə qədər desəm də ki, sən dəyişsən, başqa mənzərə görürsən, onu ancaq dəyişən insan görər. Çünki dəyişən insan müdrik insan olur. Müdrik insan artıq hər şeyə başqa cür baxmağa baxır. Bilsən nə yoxşur bu? Gülü görmək istəyən gülü görəcəkdir. Tikanlı görmək istəyən isə tikanlı görəcəkdir.